Handball top mənası 1898-ci ildə Danimarkada Ordrup şəhərində yaranmışdır handball oyunu. Yaradıcısı yenə bədən tərbiyə müəllimi Holger Nilsson tərəfindən yaradılıb handball oyunu. Handball oyunu ilə bağlı dünya və Avropa çempionatları 2 ildən bir keçirilir. İlk dəfə, deməli, Olimpiya oyunları proqramına 1936-cı ildə daxil edildi. Kişilər, yəni Berlində keçirilən Olimpiya oyunları proqramına daxil olundu. O vaxt 11-in 11-ə idi handball oyunu. Daha sonra yenidən təkmilləşmələrdən sonra çıxarılmışdı o Olimpiya oyunları proqramından. Daha sonra 1972-ci ildə Olimpiya oyunları proqramına daxil edildi handball. Bu dəfə 7-nin 7-yə komanda tərkibi ilə çempion Yugoslaviya olmuşdu və qadınların 7-nin 7-yə komandası 1976-cı ildə Olimpiya oyunları proqramına daxil edildi. Burada çempion SSR yığması olmuşdu. Həmin yığmanın tərkibində 2 Azərbaycanlı idmançını yadda saxlayaq. Rəfiqə Şabonova və Lyudmila Şubina. 2 Azərbaycanlı idmançı da SSR yığmasında iştirak edirdi və belə deyək, qalib olmuşdu. 1976-cı il. Qadınlar 1972-ci il, kişilər Olimpiya oyunları proqramına daxil edilməsi. Azərbaycanda handbolun belə deyək, yaranması tarixi kimi 1957-ci il götürülür. Sorakin adında bir nəfər ilk handbol klubunu yaradır. Yəni bu başlanğıc Azərbaycanda handbolun yaranma tarixi kimi götürülür. 1957-ci il. Ən böyük uğurumuz handbolda qadınların qızıl mükafata layiq görülməsi 4-cü İslam həmrəylik oyunlarında komanda olaraq qızıl mükafata layiq görülmüşük. Handbol üzrə ən böyük uğurumuz hesab etmək olar. Ondan sonra 5-ci İslam həmrəylik oyunlarında gümüş mükafat. Deməli, 1992-ci ildə Azərbaycan Handbol Federasiyası yaradılır və elə həmin ildə də Beynəlxalq Handbol Federasiyasına üzv qəbul olunub bizim federasiyamız. Meydan ölçülərinə gələk. Deməli, oyun meydançası 40 metr uzunluğunda, 20 metr enliyində düzbucaqlı bir sahədir. Mərkəzdən 2 yerə bölünür meydan sahəsi. Bu mərkəzdə dairə olur. O dairənin diametri 4 metrdir. Əvvəllər belə deyək, handbol meydançasında mərkəzdə o dairə olmurdu. Son dəyişikliklərdən sonra mərkəzdə dairə oldu və o dairənin diametri 4 metr oldu. Yəni radiusu da avtomatik olaraq fikirləşirik ki, 2 metr olacaq. Topun mərkəzdən qapılar haqqında deyim. Qapılar 2 metr hündürlüyündə, 3 metr enində qapılar. Qapıların, dirəklərin qalınlığı 8 sm və qapı xəttinin qalınlığı da 8 sm-dir. Amma meydanın digər xəttlərinin, bütün xəttlərinin qalınlığı 5 sm-dir. Yalnız qapı xətti dediyimizdə o 2 dirəklər arasındakı məsafə, yəni testdə sual düşərsə bizi yanıltmasın. O 2 dirək arasındakı məsafə qapı xətti adlanacaq və bu xəttin qalınlığı 8 sm olacaq. Oyuna mərkəzdən başlanılır. Mərkəzdən başlayarkən mütləq püşk atma ilə müəyyən olunur. Topun kimin tərəfindən oyuna daxil edilməsi və yaxud da ki, meydan seçimi. Belə deyək, püşk atmada qalib gələn komanda seçir. Mən oyuna birinci başlayıram, yoxsa meydançanı seçir. Yəni, mən deyək ki, meydanı seçmişəmsə, rəqib birinci başlayacaq və yaxud da ki, əksinə. Püşk atma ilə müəyyən olunur. Meydanın mərkəzindən başlayarkən idmançının ayağı, mərkəzdən başlayan idmançının ayağı, bir ayağı mütləq mərkəz xəttinin üzərində olmalıdır. Digər oyunçular, yəni komandanın oyunçuları, yəni zərbəni yetirən o başlayan oyunçudan 2 metr məsafədə yerləşməlidir. Yəni bu həm rəqib komandasına aid, həm bizim komandaya aid 2 metrdən məsafədə yerləşməlidir. Və eyni zamanda mərkəzdən başlayan oyuncu topu 1 metr yarım məsafədən az olmayaraq məsafəyə ötürməlidir. 1 metr yarımdakı, yəni yaxınlıqdakı
oyuncuya ötürməlidir. Mərkəzdən başlayan oyuncu. Daha sonra meydan xətləri ilə bağlı deyim sizə, qapıçı meydançası. Qapı meydançası, bax bu gördüyünüz qapı meydançası xəttindən bura yalnız qapıçılar üçün sərbəst belə deyək zona adlanır. Digər oyuncuların qapı meydançasına daxil olması qadağandır. Göstərəcəm indi sizə. Baxın, bax bu xətt qapıçı meydançası adlanır. Bu qapıçı meydançası xətti, yəni buradan məsafəsi 6 metrdir müəllimlər. 6 metrlik məsafə ilə məhdudlaşır. Və qapıçının önündə gördüyünüz bu xətt 4 metrlik qapıçı xətti adlanır. Bu xətt nə üçündür? Qapıçı penaltilər, zərbələr zamanı bu xəttdən qabağa çıxa bilməz. Mütləq ki, bu xəttə qədər, yəni o xəttə toxunmamaq şərti ilə xəttə qədər önə çıxa bilər. Belə deyək, qapını pərdələmək üçün. Və növbəti gördüyümüz bu qırıq-qırıq xəttlər 9 metrlik xəttlər adlanır. Bu 9 metrlik xəttlər sərbəst zərbələr zamanı istifadə olunan xəttlərdir. Penaltilər zərbəsi isə müəllimlər 7 metrlik. Bax görürsüz, burada çəkilən xətti 7 metrlik məsafədən yerinə yetirilir penaltilər. Meydan xəttləri, meydan ölçüləri ilə bağlı qısa olaraq bir dənə onda deyək ki, mərkəzdə gördüyümüz iki zona, mərkəz xəttdən sağ və sol tərəfində texniki zonamız var. Görürsüz, o ehtiyat oyuncuların əyləşdiyi zona. Bu texniki zona oyuncuların əvəz etmə sahəsində keçirilən, yəni əvəz etmələrin eyni zamanda keçirildiyi sahədir, texniki zonadan olmalıdır bütün əvəz etmələr. Əvəz etmələr demişkən, əvəz etmələrdə məhdudiyyət yoxdur. Bütün deyək istənilən qədər oyuncu dəyişikliyi edilə bilər və oyuncu dəyişikliyi zamanı hakimdən xüsusi icazə almağa ehtiyac yoxdur. Əvəz etməyə də məhdudiyyət yoxdur. Bu həmçinin qapıçıya da aiddir. Yəni qapıçını da istənilən qədər oyuncularla dəyişmək olar, əvəz etməyə aparıb dəyişib gətirmək olar. Deməli, qapıçının məhdudiyyətlərindən qısa olaraq deyim sizə, qapıçı ümumiyyətlə handbol oyunu, belə başdan deyim sizə, handbol oyunu 7-nin 7-yə oynanılan idman oyunudur. Yəni 7 nəfərin, bir komandanın 7 oyuncusu. Bu 7 oyuncunun biri qapıçı, 6-sı sahə oyuncusu adlanır. Bir qapıçı və 6 sahə oyuncusu. Bu qapıçı istənilən vaxtı hücum zamanı hücumlara qoşula bilər. Yəni qapı meydançasını tərk eləyə bilər. O halda tərk edə bilməz ki, top əlində, qapıçı topu tutub qapı xəttini topla tərk eləyə bilməz. Amma deyək ki, komanda hücuma qoşulur, hücuma gedir, qapıçı hücuma dəstək vermək məqsədilə qapını tərk eləyib oyuncu kimi oyuncu statusunu daşıya bilər. Ancaq hücum bitməmiş, hücum üçün ayrılan vaxt bitməmiş, yəni bu hücum bitməmiş, yenidən qapıya qayıda bilməz. Və dediyim kimi qapıçı topsuz tərk eləməlidir qapı xəttini. Və bu zamanda meydanda olan oyunculara göstərilən bütün qaydalar qapıçıya da aid ediləcək. Yəni qapıçı qapı xəttinin daxilində topa bədəninin istənilən üzvü ilə toxuna bilərdi. Ayaqla, əllə, yəni fərq yoxdur. İstənilən üzvü ilə toxuna bilərdi. Amma qapı meydançasını tərk elədisə artıq digər oyunculara şamil olunan qayda qapıçıya da aiddir. Qapıçı digər oyuncular kimi topa yalnız əllə oynamalıdır. Topa əllə oynamaq demişkən, handbolda topa bədənin digər üzvləri ilə bilməyərəkdən toxunmaq qayda pozuntusu sayılmır. Amma bilərəkdən toxunmaq, bilərəkdən topla oynamaq bu qayda pozuntusu sayılır və nəticəsi nə olacaq? Cəzası nə olacaq? Sərbəst zərbə təyin olunacaq həmin nöqtədən və oyuncuya xəbərdarlıq veriləcək. Yəni sarı kart xəbərdarlıq veriləcək. Əgər bu hal ilk dəfədirsə, növbəti dəfə təkrarlanacaqsa oyuncuların
və komandanın belə deyək qayda pozuntularına görə faul limit məsələsi var. İndi onlar detallı deyəcəm sizə. Növbət dəfə olarsa sərbəst zərbə ilə nəticələnəcək. Əgər deyək ki, ikinci də bir dəfə sarı kart alan, xəbərdarlıq alan oyunçu növbət dəfə eyni halı üçüncü dəfədən sonra edərsə, komandaya 9 metrəlik sərbəst zərbə veriləcək komandalara. Handbolda cərimə zərbəsi deyə bir anlayış əslində yoxdur. Bütün qayda pozuntuları zamanı sərbəst zərbələr təyin olunur. Və sərbəst zərbələr eyni zamanda yan xəttdən topu oyuna daxil edilməsində və digər hallarda oyunçular minimum 3 metr məsafə saxlamalıdır. Digər oyunçular 3 metr məsafə saxlamalıdır. Və handbolda 3 saniyə 3 addım qaydasından sizə danışım müəllimlər. 3 saniyə qaydası. Handbolçu topu siləyərək tutduqdan sonra 3 saniyədən artıq topu əlində saxlaya bilməz və 3 addımdan artıq ata bilməz. 4-cü addım, yəni ayaqlar havadaykən topu mütləq ki, qapıya zərbə endirməlidir, yəni ötürməlidir və ya da qapıya zərbə endirməlidir. Yəni ona görə deyir ki, 3 addımdan artıq ata bilməz. Və 3 saniyə qaydası nədir? Bütün sərbəst zərbələr, penaltilər zərbəsi zamanı, yan xəttdən oyuna daxil edilmələr və digər başlanğıc zərbələr zamanı hakimin fitindən sonra 3 saniyə ərzində bu atışlar yerinə yetirilməlidir. 3 saniyə qaydası budur müəllimlər. Bir də 7 metrəlik penaltilər zamanı 7 metrəlik penaltilər zamanı digər oyunçular, rəqibin oyunçuları 9 metrəlik xəttin kənarında olmalıdır. Eyni zamanda öz komanda yoldaşlarına da aiddir bu. 7 metrəlik zərbələr zamanı top qapıçıya və yaxud qapıya, qapı xəttinə, qapı dirəyinə dəyməmiş topa ikinci dəfə toxunuş, ikinci dəfə qayda pozuntusudur. Nəticəsi nə olacaq? Sərbəst zərbə təyin olacaq. Yəni, daha çox 7 metrəlik, 57 metrəlik zərbəni yerinə yetirir. Top qapıçıya dəyməmiş, nə 7 metrəlik xətti önə keçə bilməz. Top əlindən çıxandan sonra nə 7 metrəlik xətti keçə bilməz və yaxud da ki, keçsə belə mahiyyəti yoxdur. Çünki topa ikinci səfər toxuna bilməz. Top mütləq gərək qapıçıya dəysin və yaxud da ki, qapı dirəyinə dəysin ki, növbəti dəfə topa toxunuş hüququ qazansın. Handbolda bir də müəllimlər hücum texnikası. Əgər oyun texnikası ümumiyyətlə, oyun texnikası deyəndə 2 götürəcək də, yəni hücum texnikası və müdafiə texnikası. Bu hücum texnikasının özü 2 yerə bölünəcək. Yer dəyişmə, bir də topa yiyələnmə. Hücum texnikasının özü. Müdafiə texnikası özü də eyni qaydada 2 yerə bölünür. Yer dəyişmə, topa yiyələnmə. Yəni, qarşı tərəfə əks fəaliyyət deyirik də buna. 2 topa yiyələnmə. Yer dəyişmə texnikası 3 yerə bölünür. Yeriş, qaçış, hoppanma. Yəni, texnika deyəndə hansı üsullarla, hansı qayda ilə, yəni yerişlə, qaçışla, hoppanmalarla yer dəyişmələr edə bilərik. Texnika deyəndə bunları nəzərdə tuturuq. Sonra bir komandanın minimum 5 oyuncusu olmalıdır ki, oyuna başlayaq. Yəni, komanda tərkib olaraq meydan oyuncuları 7-dir. Ancaq 5 nəfər olsa oyuna başlaya bilərik. Oyunun gedişində isə 5 nəfərdən az qalarsa komanda, 5 nəfər, əgər 2 oyuncu deyək ki, oyundan kənarlaşdırıldı, 5 nəfərdən az qalarsa buna hakim qərar verəcək. Yəni, hakim istəsə oyunu bitirə bilər və yaxud da ki, oyunu davam etdirə bilər. Yəni, bu ixtiyar hakimlikdir. Hakim demişkən, meydanda 2, masada 2 hakim olur. Hər 2 hakimdə, yəni meydan hakimlərində fit olur. Yəni, bu meydanda oyunu idarə edən hakimlər sayılır. Digərləri masa hakimləri olacaqdır. Deməli, meydan hakimləri əsasən
meydan hakimlərinin nəzarət eləyəcəyi nələrdir? Deməli, oyunun əsas vaxtını, daha doğrusu oyunun vaxtına nəzarət etmək, əvəz etmələrə nəzarət etmək və time-outlara nəzarət etmək. Digər masa hakimləri isə digər qaydalara əvəz etmə, time-outların götürülməsi, məşqçilər, texniki heyətin belə deyək, qaydalara riayət etməsinə nəzarət eləyəcək. Eyni zamanda hesabların qeydə alınması və digər hallar masa hakimlərinin üzərinə düşür. Oyunda kartlar. Handbol oyununda 3 kartdan istifadə olunacaq. Sarı, qırmızı və mavi kart. Bir də yaşıl kart anlayışı var. Bu yaşıl kart nədir? Yaşıl kart məşqçilərə verilən kartdır. Yəni bu yaşıl kartların üstlərində T1, T2, T3, T4 yazılacaq kartlar var. Bu kartlar time-outları götürmək üçün olan kartlardır, məşqçilərə verilir. Yəni məşqçi time-out götürmək istəyərkən həmin yaşıl kartları masa hakimlərinin üstünə, hətta ki birinci T1 yazılmış kartı aparır masa hakiminin stolun üstünə qoyur və yəni time-out götürmək istədiyini bildirir. Bu yaşıl kartların mənası bundan ibarətdir. Amma oyunda istifadə edilən kartlar deyəndə əsasən 3 kart nəzərdə tutulur. Sarı kart, qırmızı kart və mavi kart. Sarı kart, bayaq dedik, sarı kart xəbərdarlıqdır. Oyunçuya göstərilən şifahi xəbərdarlıq deyək. Qırmızı kart oyundan xaric etmədir. Oyundan 2 dəqiqəlik xaric edir qırmızı kart. Mavi kart isə artıq diskalifiya faullarında verilir. Mavi kart verilən kimə, hansı oyuncuya verilibsə, hakim həmin oyuncu üçün artıq protokol tərtib olunur, imzalanır. Oyundan sonra mavi kart daha ağır cəzadır. Amma qırmızı kart oyundan xaric etmə. Yəni oyuncuya bir dəfə xəbərdarlıq edilə bilər, yəni mütləq şəkildə sarı kart veriləcək. Bir də komandaya veriləcək xəbərdarlıq. Oyuncuya dedi ki, bir dəfə xəbərdarlıq edilir. Amma komandaya şifahi xəbərdarlıq 3 dəfə edilə bilər. Yəni 3-dən artıq, 3 dənə sarı kart ala bilər komanda. Komanda 4-cü dəfə hansısa oyuncu qaydanı pozarsa, yəni artıq şifahi xəbərdarlıq yox, 2 dəqiqəlik zaman cəzası veriləcək komandaya. Deyək ki, oyuncu sarı kart alıb, qırmızı kart alıb 2 dəqiqəlik oyundan xaric olunubdur. Eyni halda digər komanda yoldaşının biri də eyni vəziyyətdə, eyni situasiyada digər bir komanda yoldaşı da qırmızı kart alacaqsa, həmin belə deyək ki, oyuncu komanda azlıqda qalacaq və həmin vaxtdan hesablanacaq. Deyək ki, məsələn, birinin 1 dəqiqə 30 saniyəsi qalmışdı, digər oyuncu da qırmızı kart aldı. Həmin o 1 dəqiqə 30 saniyə vaxtı sırf belə deyək, vaxtda hesablanacaq. 30 saniyəsi, onun 1 dəqiqə 30 saniyəsi qutarandan sonra qayıdacaq, bu birisinin 2 dəqiqəsi qutarandan sonra qayıdacaq. Yəni birinin vaxt cəzası digərinə şamil deyil. Hər oyuncunun ayrıca vaxt cəzası kimi belə bu formada qalır. Handbolda 2 cür, 2 halda qırmızı kart ala bilərik. 2 halda qırmızı kart. Deməli, birinci halda oyuncu deyək ki, birbaşa qırmızı kart alıb diskalifiyə olunub. Rəqib üçün təhlükə yaradacaq hansısa bir nəsə qeyri-etik davranışlar eləyir, qırmızı kart alır, oyundan xaric edilir. İkinci halda, o bayaq dediyimiz bir oyuncu 3 dəfə xəbərdarlıq edilib, yəni 2 dəqiqəlik cəza alıb çıxıb da, yəni sarı kart alınca xəbərdarlıq olunur, 2 dəqiqəlik cəza alıb çıxdı. Üçüncüdə artıq 2 dəqiqə cəza alanda, üçüncü dəfə eləyəndə, yəni oyuncu artıq qayıda bilməyəcək. Bu halda komanda 2 dəqiqə azlıqda oynadıqdan sonra, yəni 2 dəqiqə oyun azlıqda oynamalıdır. Ondan sonra ehtiyatdan bir nəfər oyuncu gələ bilər. Birinci halda deyək ki, oyuncunu ilk 2 dəfə 2 dəqiqəlik oyuncu oyundan çıxarıldı. Onun yerinə digər oyuncunu saldıq oyuna. Amma artıq üçüncünü eləyəcəksə, bu dəfə onun yerinə oyuncunu bərpa etmək mümkün olmayacaq. Başa düşürsünüz bu hissəni? İlk 2 dənə eləsəm, 2 dəqiqə cəza almışam. Mən çıxdım, digərini oyuna saldılar. Amma
Üçüncü halda eyni şeyi təkrar edimsə, qırmızı kart, yəni aktivləşmiş sayılır. Bu deməkdir və artıq oyunçu oyuna qayıda bilməyəcək və eyni zamanda komandada 2 dəqiqəlik azlıqda oynayacaq. 2 dəqiqə azlıqdan sonra ehtiyatdan bir nəfər gələcək, yəni komanda heyətimizi bərpa eləyə biləcəyik. Sonra belə bir qayda, top qapıçıya dəyib yan xəttdən çıxırsa, rəqib komandanın oyuncularına, top keçir rəqib komandanın oyuncularına. Müdafiəçiyə dəyib yan xəttdən, nə bilim, arxa xəttdən belə çıxırsa, yenə oyuna rəqib komandanın oyuncuları başlayır. Top qapıçıya dəyib, deyək ki, üzbəüz arxa xəttdən ya qapı xəttindən çıxırsa, birincinin yanlışıdır, üzr istəyirəm. Top qapıçıya dəyib, üzbəüzdən, arxa xəttdən və ya qapı xəttindən çıxırsa, bu zaman qapıçı qapıdan zərbə ilə oyunu davam etdirəcək. Qapıçıya dəyib çıxırsa. Amma müdafiəçiyə dəyib xəttdən çıxarsa, yan xəttdən və ya arxa xəttdən çıxırsa, bunda top verəcək rəqib komanda oyuna başlayacaq. Bir də texniki məğlubiyyət. Texniki məğlubiyyət. Hansı hallarda komandaya texniki məğlubiyyət verəcək? Handbolda komanda oyuna 4 nəfərlə gəlsə, biz dedik ki, yəni minimum 5 nəfər olmalıdır ki, oyun başlasın. Yəni 4 nəfər olsa, komandaya artıq texniki məğlubiyyət veriləcək. Ümumiyyətlə, komanda oyuna heç gəlməkdən imtina eləyərsə, yenə texniki məğlubiyyət yazılacaq. Hakimin xəbərdarlığına baxmadan, yəni komanda meydana çıxmaqdan imtina eləyirsə, komandaya texniki məğlubiyyət verilir. Ümumiyyətlə, handbolda 2 xal, qalibə 2, məğluba 0 xal, heç hissəyə olarsa 1 xal verilir. Texniki məğlubiyyət zamanı hesab qalibə 2, məğluba 0 xal və hesab ümumi olaraq protokolda 10-0 göstərilir texniki məğlubiyyət zamanı. 10-0 göstərilir, dediyim kimi qalibə 2, məğlubada 0 xal verilir texniki məğlubiyyətlərdə. Time-outlar məsələsi. Time-outlar hər komandaya, hər hissədə bir time-out götürmək ixtiyarı verilir. Birinci hissədə və bu time-outların dəqiqəsi 1 dəqiqədə, yəni 60 saniyə təşkil edir. Hakim 50-ci saniyədə, artıq time-outun 50-ci saniyəsində fit verir. Yəni bu fitin məqsədi xəbərdarı oyuncuları xəbərdarlıq etməkdir ki, yəni 10 saniyə vaxtınız qalıb. Oyuncular meydana qayıtsınlar, yerlərini tutsunlar ki, oyuna başlana bilsin. Beynəlxalq yarışlarda və yaxud da ki, handbol federasiyaların belə deyək, keçirdiyi yarışlarda reglamentdən asılı olaraq time-outların sayı artırıla bilər. Necə olur proses? Əgər yəni yarış qaydalarına dəyişiklik olunub, ümumi razılaşdırılma ilə də belə deyək. Bu halda necə olacaq? Deməli, 2 dənə, birinci hissədə 2 time-out, üçüncü hissədə 3 time-out götürə bilərik. Əgər belə bir razılaşma olarsa. Deməli, birinci hissədə istənilən birinci hissədə verilən time-out ikinci hissəyə keçməyəcək. Yəni, birinci hissədə istifadə elədin, eləmədin, sıfırlandı, ikinci hissəyə keçməyəcək. İkinci hissədəki 3 dənə time-outumuzun əgər oyun sonuna 5 dəqiqə qalmışa qədər istifadə etməmişiksə, yəni 5 dəqiqədən az vaxt qalıb, bu time-outların ikisi sıfırlanacaq, yalnız bir time-out götürə biləcəyik. İkinci hissədə, əgər istifadə etməmişiksə. Yəni, bunlar da beynəlxalq yarışlarda, dediyim kimi, federasiyaların təşkil etdiyi yarışlarda yarışın reglamentinə uyğun razılaşdırılma ilə time-outlar bu formada ola bilər. Sonra, deməli, sonra nələr yaddan çıxdı? Handbol qaydaları biraz uzun qaydalardır. Sərbəst zərbələri dedik müəllimlər, sərbəst zərbələr zamanı, ümumiyyətlə yan xəttdən top oyuna daxil edilən zaman, digər ballarda 3 metr məsafə mütləq ki, gözlənilməlidir. Yan xəttdən daxil olanda sərbəst zərbələridir. 3 metr məsafə, 3 metr gözlənilməlidir. Oyunçunun əlində top saxlaya bilməsi 3 saniyə, 3 saniyə qaydası. Bir də passiv oyun məsələsini deyim sizə. Passiv oyun. Handbolda passiv oyun anlayışı var. Nədir passiv oyun? Komanda açıq, aşkar şəkildə oyunu ləngidirsə, yəni qol vurmaq istəmirsə, arxada paslaşma və s. yəni hücuma atılıb qol vurmağa cəhd etmirsə, bu hakim tərəfindən aşkar olunursa, komandaya xəbərdarlıq verilir.
Bu xəbərdarlıq 17 nömrəli hakim jesti ilə xəbərdarlıq verilir ki, komandaya passiv oyun xəbərdarlığı verilir. Bu passiv oyun xəbərdarlığından sonra necə olur? Artıq komanda 4 ötürmə. 4 ötürmədən sonra qapıya zərbə endirməli. Yəni 4-cü ötürmə, belə deyək, 4-cü ötürmədə artıq qapıya zərbə endirilməlidir. Yəni 3 dəfə ötürmə edildiyi, 4-cü ötürmədə mütləq qapıya zərbə endirilməlidir. Əgər zərbə endirilməzsə, rəqib üçün top verilir rəqibə, rəqib sərbəst zərbə ilə oyuna davam edir. Ümumiyyətlə, sərbəst zərbələrdə qayda pozuntu hardadsa, həmin yerdən sərbəst zərbə təyin olunur. Ancaq kobudluq hallarında, 100%'lik qol hallarında və s. bu tip kobud qayda pozuntuları zamanı 7 metrəlik penalti zərbəsi təyin olunur. Yəni 100%'lik qola, oyuncu 100%'lik qola gedərkən aşkar qayda pozuntusu oldusa, 7 metrəlik penalti zərbəsi təyin olunacaq. Və 6 metrəlik bu qapıcı xəttinin keçirilməsi. Bunu da deyim sizə. Əgər oyuncu, deyək ki, öncə hücumçunu deyək, hücumçu, rəqib komanda yəni, 6 metrəlik bu qapıcı xəttini keçərsə, topsuz keçərsə və yaxud da ki, belə deyək, özü üçün aşkar üstünlük qazanmırsa, bu halda yəni oyun sərbəst zərbə ilə, rəqibə sərbəst zərbədən oyuna başlayır rəqib komanda, topun olduğu yerdən yəni. Buradan zərbə ilə başlayır. Deyək ki, komanda oyuncu, hücumçu deyək. 6 metrəlik xətti tapdalayır. Yəni belə deyək, aşkar üstünlük əldə eləyir də və ya qol vurur. Komanda qol vurur. Bu qol qeydə alınmayacaq, sərbəst zərbə təyin olunur. Çünki qapıcı xəttini qayda belədir ki, qapıcıdan başqa bu meydançada heç kim oynaya bilməz. Bu qapıcı xətti sırf qapıcı üçündür. Qapı meydançasında ancaq qapıcı sərbəst hərəkət eləyə bilər. Yəni qapıcıdan başqa digər oyuncular orada yerləşə bilməz. Lap deyək ki, top diyirlənərək hücum zamanı əlindən düşdü, top diyirlənərək gəldi qapıcı xəttinə. Yəni digər həmin hücumda olan oyuncu qapı xəttinə daxil olub həmin topu götürə bilməz. Yəni top artıq yalnız qapıcı topa toxuna bilər deyə istənilən A komandasının oyuncusu, yəni müdafiə komandasının oyuncusu, yəni B komandasının oyuncusu həmin topa yaxınlaşıb götürə bilməz. Çünki top yalnız topa yalnız qapıcı müdaxilə eləyə bilər. Qapıcı topa istənilən bədən üzvü ilə, istənilən üzvü ilə toxuna bilər və qapıcı qapı xəttindən buradan rəqib qapısına vurduğu top qol qeydə alınacaq. Eyni zamanda outdan vurulan zərbə qapıya daxil olarsa, bu qol qeydə alınır. Outdan vurulan, atılan toplar, əgər qol olarsa, qol qeydə alınacaq. Əgər hansısa bir qayda pozuntusu baş veribsə, dediyim kimi, həmin yerdən sərbəst zərbə təyin olunacaq. Oyuncular, yəni komandanın öz qapısına top atılarsa, yəni bu hal bilməyərəkdən baş verirsə, qol qeydə alınır rəqib komandanın, yəni xeyrinə. Deyək ki, handbolda mərkəzdən başlama. Biz bayaq dedik, mərkəzdən başlama, yəni ilk oyunun başlanğıcında püşk atma ilə təyin olunur. Və qapıcı nə idi? Digər hallarda, hansı hallarda mərkəzdən başlanılır? Qol olursa və ikinci hissənin əvvəlində də mərkəzdən başlanacaq. Yəni ki, rəqib B komandası gəldi, qol vurdu, A komandası topu mərkəzdən başlayacaq. Futbolda və futzalda necə idi? Mütləq ki, gözlənilirdi ki, digər oyuncular öz meydançanın öz hissəsinə keçsinlər. Düzdürmü? Amma handbolda belə bir qayda yoxdur. Yalnız mərkəzdən başlayanda, yəni başlanğıc zərbədə, yəni birincidə, oyunun başlanğıcında mütləqdir ki, bütün heyət hərəsi öz meydanın özünə aid hissəsində olsun. Amma oyunun gedişində, deyək ki, A komandası gəldi, qol vurdu. B komandası gözləmir ki, A komandasının oyuncusu qayıtsın öz yerinə.
dərhal sürətli topu göndərir mərkəzə. Mərkəzdən oyunçu başlayır, yəni deyək ki, A komandasının oyunçusu hələ buradadır. Buna əhəmiyyət verilmir. Mərkəzdən başlanılır, ötürmə verilir və məqsəd nədir? Rəqibi azlıqda yaxalamaq. Və 3 saniyə ərzində başlamalı. Hakim fitindən sonra 3 saniyə ərzində başlanılır və hücuma gedib qol vura bilərlər. Yəni oyunçuların geri qayıtması gözlənilmir. Əgər sual düşsə ki, deyək ki, hesab A və B komandası arasında deyək ki, hesab olub 3-1, soruşsa ki, B komandası mərkəzdən neçə dəfə başlayıb? B komandası, ha. Baxır ki, B komandası bir qol yeyib, düzdürmü? Yəni, bir dəfə buna görə başlayacaq mərkəzdən və oyunun yarışın qaydalarına görə istənilən halda bir dəfədə hər hansısa bir hissənin əvvəlində oyuna başlayacaq. Lap deyək ki, A komandası qalib gəlmişdi püşk atmada. B komandası ikinci səfər, yəni ikincisi də mütləq ki, B komandası başlayacaq. Qayda belədir. Hə, bu əsas hissəyə aiddir. Əlavə hissələr. Əgər yarışın reglamentinə görə qalib mütləq ki, müəyyən olunmalıdır. Bu halda əlavə hissələrdə hesab bərabər olarsa, əsas hissədə hesab bərabər olarsa, 5 dəqiqə fasilədən sonra 5 dəqiqəlik ikinci 2 dənə 5 dəqiqəlik hissə oynanılacaq. Bu 5 dəqiqəlik həmin hissələr arasında 5 dəqiqəlik hissələr arasında fasilə olacaq 1 dəqiqə. 2-5 dəqiqə oynanılacaq. Yenə qalib müəyyən olunması. Yəni bu əlavə hissələrdə time-out yoxdur. Time-out olmayacaq. Yenə qalib müəyyən olunmayacaqsa, yenə 5 dəqiqə fasilə və 2 dənə 5 dəqiqəlik oyun. Yenə həmin o növbətə əlavə olunmuş o dediyimiz o 5 dəqiqəlik oyunlar arasında, hissələr arasında yenə 1 dəqiqə fasilə. Bu halda da qalib müəyyən olunmazsa, artıq penaltilərə gedirik. 7 metrəlik penaltilər zərbəsinə gedirik. 7 metrəlik penaltiləri meydanda olan 7 nəfərdən 5 nəfər, yəni 5 dənə penalti atılacaq. Bu 5 dənə penaltinin istənilən oyuncu yerinə yetirə bilər. Bu oyuncuların adları qeyd olunur, belə deyək, cədvəlləşdirilir və oyuncular 5-5 komandalar penaltilər zərbəsini yerinə yetirirlər. Yenə qalib müəyyən olunmazsa bu proses davam etdiriləcək. Penaltilər, yəni yenidən 5 nəfər, yəni yalnız meydan oyuncularından istənilən oyuncu penaltilər zərbəsini yerinə yetirə bilər. Ehtiyat oyuncular deyil. 7 nəfər əsas heyət oyuncumuz var, 7 nəfər ehtiyat oyuncularımız var. Beynəlxalq yarışlarda və yaxud da ki, federasiyaların digər belə deyək, razılaşdırılma əsasında ehtiyat oyuncularımızın sayı 9-a çatdırıla bilər. Yəni 9 ehtiyat oyuncumuz ola bilər. Amma ümumilikdə qayda olaraq sual olsa ki, handbol oyunu, bəli, 7 əsas, 7 ehtiyat oyunculardan ibarət. 14 nəfərlik komanda. Komandanın bir də bir məlumat kimi deyimsə, rəsmi şəxsləri deyərsə, yəni handbol meydançasına gələn, belə deyək, bu 4 nəfərlik götürüləcək. Yəni 4 nəfər digər rəsmi şəxslər, indi bunlara məşqçilər və s. məşqçi köməkçilərə aiddir. Belə müəllimlər, handbol oyunu barədə indi yada düşdüksə yenə ola bilər hansısa bir nüansları unudarıq. Handbol oyunu 17 bənddən, qaydaları belə bir sual düşərsə, 17 bənddən ibarət handbol oyunun qaydaları. Handbol oyunun barədə hakim işarələrini də sizə göndərəcəm. Göndərmişəm, səhv eləməmsə, göndərməmişəmsə baxaram, yenə göndərərəm. Hakim işarələrinə, jestlərinə də baxarsınız. Sualınız var mı müəllimlər? Sual var mı? Verməm, yoxdur. Efendim müəllim, mən bir sual verim, yox. Buyurun. Siz dediniz ki, time-out elə bir ki, bir dənə götürə bilər də. Yəni hər hissədə bir dənə. Aha, bəli. Bəli. Time-outlar hər hissədə bir dənə. Amma onu dedim, yarışlarda, yarışın reglamentinə görə, yəni federasiyalar,
belə deyək, beynəlxalq yarışlarda ümumi razılaşdırılma ilə yarış qaydalarında hansısa bir dəyişiklik edə bilərlər. Bu halda, yəni time-outlar necə olacaq? Birinci hissədə 2 time-out ixtiyarı veriləcək, ikinci hissədə 3 time-out ixtiyarı, yəni məşqçi götürə bilər. Yəni vaxtı dəyişmir, 1 dəqiqədir. Birinci hissədə olan time-outlar ikinci hissəyə keçmir, istifadə eləməmişsə sıfırlandı. İkinci hissədəki time-out, 3 dənə time-outumuz var. İstifadə edirəmsə elədim. Yox, eləmədimsə oyunun sonuna 5 dəqiqədən az vaxt qalıbsa artıq, 5 dəqiqə qalıbsa, mənim 3 time-outum dururdu. Artıq bu 3 time-outun ikisi sıfırlanır. Yəni bir dənəsini istifadə edə bilərəm. Axırıncı 5 dəqiqədə istifadə etməmişəmsə time-outlar, onlar getdi. Bir dənəsini istifadə edə bilərəm. Yəni qayda belədir. Amma ümumilikdə, yəni sorucu sual belədir ki, ümumilikdə qayda belədir ki, daha doğrusu basketbol, handbol oyununda hər hissədə bir time-out verilir. Məşqçilərdən Çox sağ olun. Amma mən siz də sağ olun. Mən bilirdim ona görə. Necə? Çox sağ olun. Mən elə bilirdim 3 dənədir handbolda, ona görə sual verdim. Yox, qaydaya görə dediyim kimi. Handbolda deməli məşqçidən əlavə hakimlər də time-outlar tələb edə bilərlər. Yəni hakimlər də hansısa bir epizodlar zamanı time-out, yəni əlavə belə deyək də vaxt tələb edə bilərlər. Belə bir qaydalar var. Yəni handbol qaydaları genişdir. Amma məşqçinin tələb elədiyi, istəyəcəyi time-out, dediyim kimi hər hissədə bir time-out. Yarışın qaydalarına görə bu time-outların sayı əlavə elədiyim kimi 2 birinci hissə və 3 ikinci hissə kimi dəyişdirilə bilər. Qapıçı topa oyuna daxil etməsi anlamı, qapıçı belə deyək, handbolda belə bir anlayış yoxdur. Belə bir söz deyil. Məsələn, futbolda futsal deyir ki, qapıçı topa oyuna daxil edəcək. Amma handbolda deyirik ki, qapıçı topa zərbə endirəcək. Yəni topa oyuna daxil edəcək yox, qapıçı zərbəsi ilə oyuna başlayacaq deyirik. Çünki deyir ki, qapıçının vurduğu top, qol qeydə alınacaq handbolda. Künc zərbəsi necə? Künc zərbəsi, handbolda künc zərbəsi olmur. Bir də müəllim, bu mən belə başa düşdüm ki, futsalla futboldan fərqli olaraq burada 4 dənə əlavə ekstra time oynanılır da. 2-5 dəqiqə. Hərəsinin arasında 1 dəqiqə, sonra 5 dəqiqə fasilə, yenə 2 dənə 5 dəqiqə, hərəsinin arasında 1 dəqiqə. Bəli, bu formada olacaq. Əgər yenə qalib müəyyən olunmasa, o zaman gedəcəyik